Aurora şirkətlər qrupuna daxil olan Tam Store Marketlər şəbəkəsi ilə bağlı növbəti istehlakçı şikayəti yayılıb. Bölgə TV xəbər verir ki, şikayətçi Emin Səfərov marketdən yeri fıstığı alarkən vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında 7 qəpik fərq olduğunu bildirib. Onun sözlərinə görə, məsələ məbləğin azlığı ilə bağlı deyil. Bu cür halların mütəmadi xarakter daşımasıdır. Qeyd olunur ki, Tam Store marketlərində alış-veriş zamanı qiymət fərqləri dəfələrlə müşahidə edilib və alıcılar bəzən bunu bazarlıq zamanı fərqinə varmadan ödəyirlər. Nəticədə hər bir istehlakçıdan cüzi məbləğlərin tutulması marketlər şəbəkəsinə əhəmiyyətli həcmdə haqsız qazanc əldə etməyə imkan yaradır. Eyni zamanda vətəndaş bildirib ki, Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən fakt protokollaşdırılacağı təqdirdə Tam Store marketlər şəbəkəsini 4000 manatadək inzibati cərimə gözləyə bilər. Bölgə TV xəbər verir ki, məsələ ilə bağlı tribuna açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bildirib ki, belə hallarda istehlakçının hərəkət alqoritmi belə olmalıdır. Gözləsin, kassada çekə vursunlar, çeki götürsün, artırılmış qiymətlə birgə malın piştaxtada şəklini çəksin. Daha sonra orada iradını bildirsin. Bu zaman səhv etdiklərini anlayıb yeni çek verəcəklər. O çeki də götürsün. İkisinin də şəkillərini saxlasın. İstəsə müdiriyyəti çağırıb məsələni yerindəcə həll edə bilər. Əgər istəyərsə ki, məsələyə dövlət orqanları qarışsın, hər iki çekin şəklini və rekvizitləri ilə bərabər prezident yanında Anti-İnsar və Bazarı Nəzarət Dövlət Agentliyinə göndərsin. Lakin çeklər mütləq olmalıdır. Təəssüflər olsun ki, çox geniş yayılmış istehlakçı problemidir. Bəzən müştərilərin almadığı malı belə çekə yazırlar. Müştəri 85 qəpiyə badımcan alıb, çekdə 36 manatlıq egzotik meyvənin adını yazıblar. Qabıqlı qoz alıb, ləpənin qiymətini yazıblar. Yaxud da çox sayda mal alıb, içərisində almadığı məhsulun qiymətini yazıblar. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, Azərbaycan vətəndaşları bir ildə almadıqları malı üçün 500 milyon manat pul ödəyirlər. Bu anormal haldır. Çox təəssüflər olsun ki, vətəndaşlar fəallıq göstərmirlər. Rəna Rövşən qızı, Bölgə TV.